Futbolda texnika, sürət və güc qədər ağıllı oyun da vacibdir. Bəzən bir oyuncu komandasının uğuru üçün özünü qurban verir. Sərt və ağıllı müdaxilələrlə komandanı məğlubiyyətdən xilas edən futbolçular tarixdə həmişə yadda qalır. Düzdür, qırmızı vərəqə futbolçu üçün fəlakət ola bilər, amma bəzən bu komandanın xeyrinə edilən ən düzgün qərar olur. Bunun ən yaxşı nümunələrindən biri Federico Valverde'dir. Tarixlər 2020-ci ilin 12 yanvarını göstərəndə eyni şəhərin iki komandası Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdullah stadionunda İspaniya Superkubok finalında qarşı-qarşıya gəlirdilər. 90 dəqiqə qolsuz bərabərliklə yekunlaşır və oyun uzatmaya gedir. Görüşün 115-ci dəqiqəsində hər kəs tarixi hadisəyə şahidlik eləmiş olur. Atletico sürətlə hücuma çıxır. Morata qapısı ilə təhbətəyə gedir. Hər kəs hesab edir ki, Atletico bu epizodda qol vurub sonunda çempion olacaq. Lakin Valverde'nin qulağında bir səs zincildəyirdi. Sergio Ramos qışqıraraq ona əmr verir. Moratanı saxla, yıx onu. Valverde tərəddüd eləmir və o arxada sprint edib Moratanı çılğın bir şəkildə müdaxilə ilə yerə yıxır. Hakim birbaşa qırmızı vərəqəni çıxarır. Lakin bu cərimə Real Madrid məğlubiyyətdən xilas edir. Cərimə zərbəsindən sonra Atletico fərqlənə bilmir. Oyun penaltilərə keçir. Real Madrid sonunda çempion olur. Zinedine Zidane yenidən kubok qazanır. Simeone isə Valverde'ni təbrik edərək, əgər mən də sənin yerində olsaydım, eyni şey edərdim deyir. Oyundan sonra Valverde'nin bu etməməli olduğum bir şeydi. Moratadan üzr istədim. Amma bu edə biləcəyim yeganə şey idi. Çünki o çox sürətli oyuncudur deməsi Madrid azarkeşlərin qəlbində özü üçün ayrıca bir taxt salmış oldu.